Nadir Şah Əfşarın ölümündən sonra Əfşarlar imperiyası zəifləməyə başladı. Bu mübarizədən qalib çıxan Nadir Şahın qardaşı oğlu Əliqulu xan Adil Şah adı ilə özünü hökmdar elan edərək hakimiyyəti ələ aldı. Lakin Adil Şah mərkəzi hakimiyyəti möhkəmləndirə bilmədi. Dövlət idarəçiliyində yaranan zəiflik imperiyanın müxtəlif bölgələrində feodal qüvvələrin güclənməsinə şərait yaratdı. Nəticədə yerli bəylər və sərkərdələr öz torpaqlarında müstəqil xanlıqlar yaratmağa başladılar. Bu proses Əfşarlar imperiyasının faktiki olaraq parçalanmasına və Azərbaycan ərazisində xanlıqlar dövrünün başlamasına səbəb oldu. Belə qarışıqlıq dövründə Təbrizin hakimi Əmraslan xan İrəvanda baş qaldıran üsyanı yatırmaq məqsədi ilə Əfşarlar ordusunun tanınmış sərkərdələrindən biri olan Mirmehdi xanı bölgəyə göndərdi. Lakin Mirmehdi xan üsyançılarla razılığa gələrək onların tərəfinə keçdi. Qısa müddət ərzində üsyanın rəhbərliyini ələ aldı və ətrafına Əfşar döyüşçülərini də toplayaraq təxminən 30 min nəfərlik ordu yaratdı. Nəticədə 1747-ci ildə Şimali Azərbaycan torpaqlarında Əfşar tayfasının rəhbərliyi altında yeni bir xanlıq İrəvan xanlığı yaranmış oldu. 1751-ci ildə Cənubi Azərbaycanda mərkəzi hakimiyyət uğrunda mübarizə aparan güclü xanlıqlardan biri olan Urmiya xanı Fətəli xan, sərkərdəsi Azad xanın başçılığı ilə İrəvana ordu göndərdi. Mirmehdi xan müttəfiqi olan Gürcü çarlarından kömək istəsə də, Urmiya qoşunları hər iki müttəfiqi də məğlub edərək 1752-ci ildə İrəvan şəhərini ələ keçirdi. Mirmehdi xan öldürüldü. Bundan sonra Urmiya xanlığından asılı vəziyyətə düşən İrəvan şəhərinə Xəlil xan Özbək hakim təyin edildi. 1755-ci ildə saray çevrilişi nəticəsində hakimiyyətə gələn oğlu Həsənəli xan Qacar özünü müstəqil xan elan etdi. Bununla da İrəvanda Qacarlar tayfasının hakimiyyəti dövrü başlamış oldu. İrəvan xanlığının ərazisi 1000 ildən artıq müddət ərzində ardıcıl olaraq Səlcuqlular, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Əfşarlar kimi türk dövlət və imperiyalarının mərkəzi vilayətlərindən biri olmuşdu. Bu tarixi proses nəticəsində xanlıq ərazisinin əhalisinin böyük əksəriyyəti türk tayfalarından ibarət idi. 1441-ci ildə Kiçik Asiyada yerləşən Kilikiyadan İrəvana köçürülmüş ermənilər isə əhalinin yalnız cüzi bir hissəsini təşkil edirdi. İrəvan xanlığının əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Bununla yanaşı İrəvan şəhəri bölgənin mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olaraq əhəmiyyətini qoruyurdu. Xanlıqda iqtisadi dövriyyədə qara pul adlanan yerli mis sikkələr kəsilirdi. Eyni zamanda Səfəvilər dövründən qalan qızıl pullardan və qonşu xanlıqların pullarından da istifadə olunurdu. Hərbi baxımdan güclü olmayan İrəvan xanlığı müxtəlif dövrlərdə Gürcü çarlarının, eləcə də Xoy və Qarabağ xanlıqlarının təsiri və asılılığı altına düşmüşdür. Bu vəziyyət xüsusilə 1779-cu ildə Gürcü çarı 2-ci İraklinin İrəvana hücumu zamanı da kəskinləşmişdi. Hücum nəticəsində xanlığın ərazisinin bir hissəsi işğal edildi. 1783-cü ildə Gürcü çarlığının Rusiyanın himayəsini qəbul etməsindən sonra Cənubi Qafqazda işğalçılıq siyasəti gücləndi. Bu da İrəvan xanlığının Osmanlı imperiyası ilə yaxınlaşmasına səbəb oldu. Nəhayət 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın yürüşündən sonra İrəvan xanlığı Qacarlar dövlətindən asılı vəziyyətə düşdü. 1827-ci ilə qədər şəhər Qacarlar dövlətinin tərkibində qaldı. Yalnız 1827-ci ildə Rus-Qacar müharibəsində Qacarların məğlubiyyətindən sonra Ruslar tərəfindən şəhər işğal edildi. Şəhəri ələ keçirən Rus generalı Paskeviç şəhər haqqında Moskvaya göndərdiyi məktubunda qeyd edirdi ki, şəhərdə 10 min Azərbaycanlı, 3 min erməni ailəsi yaşayır. Naxçıvan xanlığı 18-ci əsrin ortalarında yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Xanlıq yerli Kəngərli tayfasından Heydərqulu xan tərəfindən yaradılmışdı. 1747-1763-cü illərdə xanlığı idarə etmiş Heydərqulu xan yerli köklü nəsil olan Kəngərli tayfasından idi. Bu tayfanın soy kökü Azərbaycanda yaşamış ən qədim türk tayfalarından olan peçeneklərə dayanırdı. Heydərqulu xanın babaları Səfəvi şahlarına xidmət göstərmişdi.
Əfşarlar imperiyasının parçalanması ilə Heydərqulu xan Naxçıvan şəhərini və ətraf əraziləri hakimiyyəti altına alaraq müstəqil idarə etməyə başlamışdı. Lakin xanlığın güclü hərbi qüvvəsi olmadığından siyasi manevrlərlə Qarabağ və Xoy xanlıqlarının himayəsində öz varlığını qoruyub saxlaya bilmişdi. Xanlığın ərazisinin böyük hissəsi dağlıq olduğundan əhalinin əsas məşğuliyyəti maldarlıq idi. Yalnız Araz çayı sahillərində ənənəvi əkinçiliklə də məşğul olunurdu. Naxçıvan şəhəri isə bölgənin mühüm ticarət və sənətkarlıq mərkəzi idi. Naxçıvan xanlığının siyasi tarixini iki dövrə bölmək olar. 1747-1797-ci illərdə müstəqillik və yarım-müstəqillik dövrü, 1797-1827-ci illər Qacarlar dövlətindən asılılıq dövrü. Hələ 18-ci əsrin 50-ci illərində Heydərqulu xanın dövründə xanlıq Qarabağ xanı Pənahəli xandan asılılığı qəbul etmişdi. Heydərqulu xanın ölümündən sonra bir müddət Şiraz hakimi Kərim xan Zəndin hakimiyyətini qəbul edən Naxçıvan xanlığında 80-ci illər hakimiyyət uğrunda mübarizə ilə keçmişdi. Bu dövrdə İrəvan xanlığı Gürcü çarı 2-ci İraqlidən asılılığı qəbul etmişdi. Gürcü çarı Naxçıvan xanlığını da ələ keçirmək istəyirdi. Ancaq Osmanlının müdaxiləsindən sonra bu plan baş tutmamışdı. 1787-1820-ci illərdə hakimiyyətdə olmuş Kəlbəli xanın dövründə xanlıq Qacarlar dövlətindən asılılığı qəbul etmişdi.